İkinci ən çox bu yaş həddində baş verən şey nədir? Onların təqlid etməsi, şiddətli təqlid etməsi. Gördüyü hər kimsəni təqlid etməyə çalışmaları, eşitdiyi hər bir şeyi təkrar etməyə çalışmaları. Bu da xüsusən də uşaq deyir, baxırsan görürsən ki, valideynlərini daha çox təqlid edir və yaxud da müəllimlərini daha çox təqlid edir. İstəyir yaxşı məsələlərdə olsun, istəyir pis məsələlərdə. Əgər valideyn gözəl şeylər edirsə, görürsən ki, övlad da onu təqlid edir. O gözəl şeyləri o da yerinə yetirməyə çalışır. Məsəl üçün görür ki, valideyn namaz qılır, gəlir, heç nə anlamasa da böründə yanında durub əyilib qalxır. Görsə ki, valideyni siqaret çəkir, görürsən ki, o da ki, ya qələm ağzına qoyub atası kimi siqaret çəkməyi təqlid edir və yaxud da ona oxşar şeylər. Ona görə uşaq bu yaş həddində şiddətli şəkildə başqasını təqlid edir. İstəyir yaxşı məsələlərdə, istəyir pis məsələlərdə. Valideynin üzərinə vacib olan da bu məsələlərdə bu yaşdakı uşaqların yanında bu şeylərə diqqət yetirmələridir. Biz necə edə bilərik ki, onlar yaxşı şeyi təqlid etsinlər, gözəl şeyləri övnək götürsünlər. Nə edə bilərik? Gözəl şeyləri onlara danışaraq, dahi kimsələrin həyatını Peyğəmbər s.ə.v-in, səhabələrin qissalarını onlara danışaraq sövq eləməyə çalışmalıyıq ki, uşaqları əgər təqlid edəcəksə, bu kimsələri təqlid etsinlər.